Bu videoda isə sonsuz kök düsturlarının cəminə və fərqinin düsturlarına baxacağıq. Əgər toplamadırsa bu düsturdan istifadə edib, bir üstə gəlinsin. Çıxma olarsa artıq birin işarəsi dəyişir, qalan heç bir şey dəyişmir, olduğu kimi qalır. Əgər A ədədi 2 dənə ardıcıl ədədin hansı şəklində göstərilə bilirsə, yəni n vurulsun n plus 1 şəklində göstərilə bilirsə, onda artıq bu düsturdan istifadə eləməyimizə ehtiyac yoxdur. Birbaşa da tapmaq olar. Toplaması olarsa n üstə gəl 1-ə bərabər götürürük, çıxması olarsa n-ə bərabər götürürük. Nümunə sual yazaq. Tutaq ki, kök altında 56, üstə gəlinsin kök altında 56, üstə gəlinsin kök altında 56 və sonsuz şəkildə davam edir. Bu 56 biz bilirik ki, ardıcıl 7 vur 8 şəklində göstərə bilərik. Toplama olduğuna görə böyüyün götürəcəyik, yəni 8-dir. Demək ki, bu ifadənin qiyməti 8-ə bərabərdir. Yox, əgər çıxma olsaydı hər biri, onda bu ifadənin qiyməti ən kiçiyinə, yəni 7-yə bərabər olacaqdır. Sonsuz kök düsturlarının vurma və bölməsini birinci videoda paylaşdım. İkinci videoda isə toplaması və çıxmasını sizlərlə paylaşdım. İzlədiyinizə görə çox sağ olun.